Qonağı Şuşanın və Qarabağ xanlığının qurucusu Pənahəli xanın nəslinin nümayəndəsi Tural bəy İbrahimovdur. Tural bəy, xoş gördük. Xoş gününüz olsun. Tural bəy, sizi necə təqdim eləyək? Pənahəli xanın varisi şahzadə kimi, yoxsa? Əlbəttə ki, hər bir insan üçün onun soy kökü, nəsli, keçmişi qürur hissləridir. Mən varis sözü deyəndə bir balaca, bir çox insanlarda çaşqınlıq yarada bilər. Pənahəli xanın nəslinin nümayəndəsi, həm də Tural İbrahimovum. İstərdim ki, elə bu müsahibəmizi daha çox şahzadə varis kimi sizinlə aparım. Çünki hələm-hələm müsahiblərimdən kimsə şahzadə olmayıb. Yəni ona görə şahzadə deyirəm ki, əgər Qarabağ xanlığı olsaydı və 200 illik tarixi olsaydı, indi biz sizlə müsahibə ala bilməyəcəkdik. Çünki yəqin ki, ən azından ya xan idiniz, ya da ki, şahzadə idiniz. O baxımdan deyirəm. Və bir nüansı qeyd eləmək istəyirəm. Sizdə hər hansı şəcərə faktları, nümunələri varmı və qədim şəcərələri qoruya bilirsinizmi, o tarixi sənədləri? Bilirsiniz necədir? Mən o dövrdə də olsaydı, bu dövrdə olsaydı xalqdan biriyəm. Mən həmişə cəmiyyətin içində olmağı sevən bir insanam. Mən heç bir zaman bu barədə bir iddiam da olmayıb. Qaldı ki, siz deyən mövzuya, biz deməli, mənim ata-babam Səməd bəy, İbrahim Xəlil xanın böyük oğlu, İbrahim Xəlil xanın övladlarından olan Məhəmməd Qasim ağanın oğlu Kərim ağa, onun oğlu İbrahim ağa, mənim Səməd bəy babam onun nəticəsi düşür. Təxminən neçənci boydan Pənahəli xanın varisisiz? 7-8 bunu boy. Məncə birlikdə cavablandıraq, hesablayaq. Deməli, belə çıxır da. Siz, atanız, babam, babanız, Səməd bəy, Səməd bəyin atasının atası İbrahim ağa olub. İbrahim ağa da 7-8-ci nəsil. Təxminən. Hə, 8-ci nəsil sizsiz. Bax, tutaq ki, xanlıqlar dövrüdür. Siz də xansız və ya da şahzadəsiz. Yəni bax, o dövrü gözünüzdə uşaqlıqdan bəri canlandırmısınızmı? Necə olardı? Tural İbrahimov yox, məsələn, tam Şahzadə Həzrətləri Tural bəy və yaxud da ki, Xan Həzrətləri. Necə səslənir bu ifadələr? Bilirsiniz, biz bu dövrdə yaşadığımız üçün o dövrün adət-ənənələrini... Yox, uşaq Turaldan soruşuram. Yəni, Turalım 8-10 yaşlarında olan bir Tural. Yəni, bunu təsəvvürünə gətirirdimi, canlandırırdımı gözündə? Hə, mən uşaq olarkən... Əlbəttə, bilirsiniz necədir? Bu valideynlərimiz həmişə bizə bu barədə söhbətlər edərdi. Sonra orta məktəbdə bizə təbii ki, tarix dərsləri olurdu. Tarix dərslərində biz xanlarımızı, bəylərimizi, hətta şahlıq dönəmində olan tarixi oxuyardıq. Onların hamısını öz gözümüzü canlandırardıq. Canlandırardıq əlbəttə. Məsələn, tarix kitabında İbrahim Xəlil xanın şəklini görürsünüz və sinif yoldaşlarınıza deyirdiniz ki, yəni, bu mənim babamdır. Yəni, hər adamın babası da tarix kitablarında olmur da, yəni. Bu olur, belə söhbətlər sinif yoldaşlarımız arasında olur. Ümumiyyətlə mənim yəni bilirdilər sizin xanım. Ətrafımda olan dostlarım, yaxınlarım bilirdilər ki, mən bu nəslin nümayəndələrindənəm.